Səhifəmə gələn ən çox suallardan biri ləkə ilə bağlı, ikincisi isə düzgün nəmləndirici necə seçək? Bu iki sualdan birincisi ləkə ilə bağlı olan suala üz baxım rutini hazırlayacağım. Buna video çəkib sizlərə paylaşacağım. Hazır elə əlimdəkən istədim nəmləndirici ilə bağlı sualları cavablayım. Qızlar, nəmləndiricilər hədsiz dərəcədə çoxdur. Ucuzdan bahaya doğru istənilən dəri tipinə uyğun nəmləndirici tapa bilərsiniz. Mən də hər dəfə səhifəmdə tez-tez sizlərlə alıb istifadə etdiyim, məmnun qaldığım nəmləndiriciləri sevərək paylaşıram və çalışıram ki, hər zaman tapdığım nəmləndiricilər uyğun qiymətli olsun ki, hər kəsin büdcəsinə uyğun olsun. Daha bir uyğun qiymətli, amma effekti möhtəşəm, üz dərisini gözəl nəmləndirən bu kremi tapmışkən istədim sizlərlə bölüşüm. Göstərdiyim həmin bu məhsul Faberlicdən aloe veralı nəmləndiricidir. Dəriniz çox gözəl nəmləndirir. İstifadə etdiyiniz andan etibarən dəridəki parlaqlığı özünüz hiss edəcəksiniz. Qətiyyən yapış-yapış qalmır, heç bir narahat edici qoxusu yoxdur. Əsla parfüm qoxusu gəlmir. Bu da tərkibinin təmiz olduğuna bir işarədir. Mən çox bəyəndim. İstər makiyajdan öncə dərimi nəmləndirdikdə istifadə edirəm, istərsə də gecə yatmazdan öncə təmiz dərimə çəkib yatıram. Həqiqətən çox bəyəndim. Qiyməti çox münasibdir. Hər kəsin büdcəsinə uyğundur. Xüsusən də tələbələrin çox sevəcəyi bir məhsul olacaq. Alın, mütləq istifadə edin. Məndən uyğun qiymətli nəmləndirici soruşurdunuz. O da məhz budur. Ağır teksturalı bir nəmləndirici olmadığı üçün bütün dəri tipləri rahatlıqla istifadə edə bilərlər. İstər qarışıq, istər yağlı, istərsə də quru dərilərin sevəcəyi bir nəmləndirici olacaq. Stokda bitməmişkən alın, aldırın. Hər kəsə şiddətlə tövsiyə edirəm.